Bu insanlar, qadın, uşaq, yaşlı insanlar kəndini tərk eləyir. Özdəki maraqlıdır ki, kişilər də axıra qədər qalıb müqavimət göstəriblər. Nə qədərsə də orada cəmaat çıxdıqca bir qism onlarla döyüşüb. Cəmaat oradan çıxan vaxtı başlayıblar insanları tutmağa, atəş açıblar insanlara. Qeyd edirlər ki, ayaqlarına vurublar insanların. İnsanlar yıxılıb, sonra baltayla, bıçaqla, yəni məqsədli şəkildə doğrayıblar orada insanları. Yəni, onlar insanların üzünün dərisini, bədəninin dərisini soymağa qədər, misli görünməyən, yəni o şəkilləri, o fotoları siz görmüsünüz, o hadisənin əks etdirən video materialları görmüsünüz. Doğrudan da böyük bir faciəli bir hadisədir bizim tariximizdə. Bizim tariximizdə böyük bir faciəli hadisədir.